Dostlar, demək sizi bugün bir dənə bir Türk qardaşımızla tanış eləmək istəyirəm, Alpay. Bir salamlaş bizimkilərlə, bir qabiliyyətin olsun. Merhabalar, Azerbaycan halkına, Azerbaycan milletine, devletine, bütün insanlarına selam. Yəni bu adam bilirsiniz kimdir? Şabanın o bir filmi var, Süt qardaşları da deyəsən. O suya düşür, deyir annem dedi oğlan olacaq, babam dedi kız olacaq, annem dedi kız olacaq. Olsun danışır, sonra deyir şükür anası doğurdu. Bu hərdən çox zəki olur, çox həddindən artıq ağıllı oğlandır. Hərdən də adamı dəlirdir. Zəng eləyirsən ki, məsələn, leksiyamız indi 2 otaqda olmalıdır ki, qrupa bölə bilərik bizi. Harda olacaq? Deyir ki, əsas binada. Deyirsən ki, bildim əsas bina. Hansı otaq? Deyir ki, əsas bina. Adamı dəli eləyir. Bax, hərdən belə dəli eləyir. Yəni, mənim başıma nəsə bir iş gəlsə, bilin ki, günahkar bax, bu oğlandır. Bu, oğlan bizdə bilirsən, erkəyə deyirlər. Türkçədə oğlan pisdir. Aynı, Türkçədə. Bir dəfə daviyə düşmüşdüm. Aynı dili konuşuyoruz abi. Bir millət, iki dövlət, Türk oğlu Türk. Sadece bizim Cumhurbaşkanı bir gün Azerbaycan ziyaretinde bir yanlış anlaşılma olmuş. O hikayeyi de bilirsiniz, onu da ben söyledim. Çok dərinə getmə, bilir, hamı bilir onu. Ben dedim ki adam haklı dedim. Adam haklı. Karıştırma lan. Neyse. Hamıya güzel akşamlar. Herkese selam, herkese selam. Allah bizim birliğimizi korusun. Amin.